Allahın mərhəmətinə, mehribanlığına, lütfüne diqqət eləmək üçün gərək əvvəl yaradılış aləminə və insan həyatına hakim olan qaydalara diqqət eləyək. Yaşadığımız aləmin, varlıq aləminin əsas xüsusiyyətlərindən biri budur ki, bu aləmə ciddi qayda qanunlar hakimdir. Varlıq aləmi çox ciddi nizam üzrə hərəkət eləyir. Bu varlıq aləmində hər şey dəqiq qaydaya tabidir. Polad bir nizam var varlıq aləmində. Belə olmasaydı yaşayış mümkün olmazdı yer üzündə. Zərrədən böyüyə qədər hər bir şey dəqiq hesab kitaba tabidir. Bu nizam səbəb-nəticə nizamıdır. Bizim mövcud olduğumuz nizam səbəb-nəticə nizamıdır. Hər bir varlıq öz işini dəqiq nizama tabi olaraq icra edir. Hər bir canlı, qeyri-canlı, bütün varlıqlar. Hər şey öz yerində, öz işində zərgər dəqiqliyi ilə varlıq aləmi qanunlar vasitəsilə idarə olunur. Və biz də bu aləmə daxil olmuşuq, biz insanlar. Ki bu aləm ciddi nizam, intizama tabidir. Özünün hər bir hadisəsi bir qanunla tənzimlənir. Hər bir hadisəsi. Və biz daxil olmuşuq bu nizama. Bizə fürsət verilib ki, biz günah eləyək və xəta eləyək. Biz yeganə varlığıq ki, bu tam dəqiqliklə, nizam-intizamla hərəkətdə olan bu varlıq aləminin əksinə getmək potensialımız var, ixtiyarımız var. Bu varlıq aləmində hər şey öz işindədir. Öz missiyasını, görəvini, işini dəqiq icra eləməklə məşğuldur. Hamısı. Heç kəs cızığından kənara çıxmır, belə tənzimlənib. Hər şey öz xətti üzrə, öz istiqaməti üzrə hərəkət eləyir. Hər şey öz təyin olunduğu xətt üzrə hərəkət etdiyi bir halda biz yeganə varlığıq ki, bu nizamın ziddinə getməyə necə deyim, icazə verilib bizə. İcazə bu mənada yox ki, xeyir dua verilib. Yəni, biz bu nizam-intizamın ziddinə gedə bilirik. Əgər biz insan olaraq bu nizamın ziddinə gedə biliriksə, məlumdur ki, bu varlıq aləminin də əks reaksiyası olacaq. Əks reaksiyası olacaq. Hansısa bizə təpki göstərəcək bu aləm. Bilirsiniz, burada polad nizam var. Hamı dəqiq vəzifəsini icra eləyir. Bir hədəfə doğru hərəkətdədir. Hər bir şey bir qaydaya tabidir. Biz insanlar gəlmişik və bu nizamın əksinə getmək qabiliyyətimiz var, bacarığımız var. Və biz gedirik bu nizamın əksinə, məlumdur ki, biz bu nizamı bir-birinə vururuqsa, bu nizamın içində olanlar bizim əlimizdən narahat olur. Narahat olur və bizə əks reaksiya göstərir, göstərməlidir. Biz nizam-intizam aləmində robot kimi deyilik biz insanlar ki, əvvəldən proqramlaşdırılaq və o proqram üzrə hərəkət eləyək. Xeyr. Biz səhv, xəta, günah edirik. Biz tədricən inkişaf edirik. Biz səhvlərimizdən öyrənirik. Hər şey nizam-intizama tabi olan bu aləmdə yeganə bizik ki, bu nizamı poza bilirik. Bu bacarığı Allah bizə verib. Nəticə nədir? Nəticə budur ki, ya biz vurub aləmi xarab eləyəcəyik, ya aləm bizi xarab eləyəcək. Burada bir qarşıdurma yaranır. Varlıq aləmi ilə bizim aramızda bir qarşıdurma yaranır. Gəlirik biz dünyaya gələndən aləmi vururuq bir-birinə. O birilərin heç bir etirazı yoxdur.
Hərə öz cızığı üzrə hərəkət edir. Mələkdən götür, gəl düş yer üzünün zərrələrinə, molekullarına qədər hamı öz işindədir. Ona təyin olunan xətt üzrə hərəkət edir. Biz ki, gəlib bu nizamı vururuq bir-birinə, bu qanunlar bizdən intiqam almalıdır. Başa düşürüz, elə belə deyil məsələ. Xahiş edirəm, bu mövzunun üzərində düşünün. Bir maşının mühərriki benzinlə hərəkət edir. Su töksün hərəkət eləməyəcək. Bu qaydadır da qaydadır. Varlıq aləmi də bu qaydalarla zəngindir. Elə bilməyin ki, elə hər nə öz-özünə, boş-boşuna yox. Hər şeyin bir qaydası, qanunu var. Bu varlıq aləminin də özünə məxsus qayda qanunları var. Hər bir şey qaydaya, qanuna tabidir. Biz belə bir aləmdə yaşayırıq. فَمَنْ يَعْمَلْ مِسْقَالَ زَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِسْقَالَ زَرَّةٍ شَرًّا يَرَهُ. Bir zərrə, xardal dənəsi qədər yaxşılıq, qarşılığı verilir. Görürsən onu qarşında. Yəni zərriyə qədər hər şey hesab kitabdan xali deyil, kənar deyil. Allah bizə bunu başa salır. Bunu danışmaqda məqsədim var. Xahiş edirəm diqqətlə dinləyin ki, bunlar çox gərəkli bəhslərdir, çox gərəkli. Bu nizam içində insan adlı varlıq gəlib nizamı poza bilir. Nizamı bir-birinə vura bilir. Və biz ki, bu nizamı pozuruq, diqqət edin bu sözümə, başqaları bizdən başqa olan varlıq aləmi səfərbər olur bizi vurmağa. Bizi vurmağa. Allah gəlir burada ortaya girir və biz onların əlindən alır. Allahın lütfunun bir təzahürü. Allah gəlir meydana, bizi onların əlindən alır. Rəhmətin təzahürü budur.